Salam, hörmətli müəllimlər. Bugün biz bədii və qeyri-bədii mətnlər haqqında danışacağıq. Məktəbdə şagirdlərdə oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi üçün bədii mətn və qeyri-bədii mətn tiplərindən istifadə edilir. Bu videoda müxtəlif mətn tipləri üzərində hansı strategiyadan istifadə edilməsinin daha səmərəli olması barədə məlumat verəcəyik. Amma əvvəlcə gəlin, hər mətnə xas olan xüsusiyyətlər haqqında danışaq. Bədii mətnlər. Bədii üslubda yazılmış müxtəlif janrlı mətnlər bədii mətnlər adlanır. Bədii mətnlərdə baş verən hadisələr, personajlar, obrazlar, məkan, ədibin təxəyyülünə əsaslanır, qeyri-real olur. Bədii mətnlərin müxtəlif janrları mövcuddur. Roman, hekayə, povest, nəzm şəklində yazılmış əsərlər və s. Bədii mətnləri oxucular adətən zövq almaq üçün oxuyurlar. Doğrudur, oxucu mətndəki hadisələri təhlil edə, münasibət də bildirə bilər. Sadəcə, bədii mətnlərdəki informasiya biliyin artırılması məqsədi daşımır. Beləliklə, bədii mətnlərin xüsusiyyətlərini ümumiləşdirsək, aşağıdakıları demək olar. Bədii mətnlərdə hadisələr real olmur, müəllifin təxəyyülünə əsaslanır. Nəql etmə adətən müəllifin dilindən aparılır. Personajlar, obrazlar qeyri-real olur. İnsan, heyvan, cansız əşyalar obraz kimi verilir. Müsbət və mənfi obrazlar olur. Mətnin süjeti olur. Ekspozisiya, hadisələrin inkişafı, kulminasiya, problemin həlli, düyünün açılması və ya razvyaska və mətn bədii üslubda yazılır. Burada bədii ifadə və təsvir vasitələrindən, obrazlıqdan, bədii priyomlardan istifadə olunur və s. Hansı mətnlər qeyri-bədii mətnlər hesab edilir? Qeyri-bədii mətnlər termini dilimizdə yeni işlənməyə başlanmışdır. Bu sizə yad gələ bilər. İzahı dinləyəndən sonra seçilmiş adın ən məqsədə uyğun olub-olmadığına sizin qərar verməyinizi istərdik. Mənbələrdə auditoriyaya real hadisələr haqqında informasiya çatdıran mətnlər, bir növ bədii mətnlərin əksi olanlar qeyri-bədii mətnlər adlanır. Elmi üslubda yazılmış məqalələr, dissertasiya işləri, elmi kütləvi mətnlər, publisistik üslubda yazılan məqalələr, hətta hər hansı bir cihazın istifadəsi üçün yazılmış təlimat belə qeyri-bədii mətn hesab edilir. Qeyri-bədii mətnin bədii mətndən fərqi ondadır ki, bədii mətn ədibin təxəyyülünə əsaslanır. Qeyri-bədii mətnlərdə isə real hadisə və informasiyalardan danışılır. Doğrudur, real hadisələr əsasında yazılmış bədii əsərlər də vardır. Amma bu əsərlərdə belə hadisələr müəllifin təxəyyül süzgəcindən keçir. Qeyri-bədii mətnlərdə isə faktlara toxunulmadan, dəyişdirilmədən informasiya oxucuya ötürülür. Qeyri-bədii mətnlərin müxtəlif formaları olur. Esse, bioqrafiya, memuarlar, məqalələr, hesabatlar və s. Biz həyatımız boyu qeyri-bədii mətnlərlə daha çox rastlaşırıq. Məsələn, hər hansı bir məmulatın üzərində qeyd edilmiş, tərkibinə daxil edilmiş maddələrin siyahısı, internetdə, qəzet və jurnallarda verilmiş məlumatlar, məqalələr, reklamlar, müsahibələr və s. Beləliklə, qeyri-bədii mətnlərin xüsusiyyətini ümumiləşdirsək, bunları deyə bilərik. Qeyri-bədii mətnlər real hadisələri, faktları, informasiyaları əks etdirir. Oxucuları məlumatlandırmaq, öyrətmək məqsədi daşıyır. Belə mətnlərdə qeyri-real elementlər olmur. Haqqında danışılan şəxslər, zaman, məkan real olur. Elmi, publisistik üslubda yazılır. Mətn üzrə iş strategiyaları. Mətnlər üzərində aparılan iş informasiyanı qəbul etmək, təhlil etmək, interpretasiya etmək, müxtəlif məqsədlərlə istifadə etmək kimi bacarıqların formalaşdırılmasına xidmət edir. Bədii mətnlərlə iş zamanı şagirdlərə daha çox əsərin mövzu və ideyasının, obrazların xarakterinin, müəllifin münasibətini ifadə edən emosional atmosferin, müxtəlif situasiyaların təsvirinin, sözlərin və ifadələrin müəllifin mövqeyinə uyğun şəkildə necə işlədilməsinin, müəllifin hansı tarixi zamanda yaşaması və hansı mədəniyyətinə aid olmasının əsərə necə təsir etdiyinin müəyyənləşdirilməsi kimi tapşırıqlar verilir. Məktəbdə adətən əvvəlcədən müəyyənləşdirilmiş bədii əsərlər şagirdlərə təqdim edilir.
əsərlər üzərindən tənqidi təfəkkürün inkişaf etdirilməsi, əsərin interpretasiya edilməsi, esselerin yazılması, müzakirələrin, rollu oyunların təşkili kimi fəaliyyətlərin həyata keçirilməsi şagirdlərin bədii mətni daha yaxşı anlamasına şərait yaradır. Qeyri-bədii mətnlər üzərində iş aparmaq üçün aşağıdakı üsullardan istifadə etmək tövsiyə olunur. 4N 1KH üsulu və ya Kipling metodu. Nə, niyə, nə zaman, necə, kim, harada suallarına cavab tapılmasını tələb edən üsuldur. Ümumiyyətlə, bu üsul müxtəlif məqsədlərlə istifadə olunur. Qeyri-bədii mətnlərin oxusu üçün də bu üsulun istifadəsi məqsədə uyğundur. Şagird açar suallara cavab tapır və özündə qeydiyyat aparır. Daha sonra qeydiyyatı götürülmüş informasiyaların təhlili aparılır. İnsert üsulu. Şagirdlərə cədvəl təqdim edilir. Cədvəldə hansı informasiya mənə məlumdur, hansı bildiklərimə ziddir, hansı məlumat yenidir, hansı informasiya məndə sual yaratdı bölmələrini doldurmaq onlara tapşırılır. Uyğun işarələr qeyd edilmiş cədvəldə həmin informasiyalar yazılır. Bu üsulu sadəcə oxuduğu mətn üzərində qeydiyyat aparmaqla da istifadə etmək olar. Əsas fikri və onu dəstəkləyən informasiyaların müəyyənləşdirilməsi. Şagirdlərə tapşırılır ki, mətndəki əsas informasiyanı müəyyənləşdirsinlər və nə üçün bu nəticəyə gəldiklərini əsaslandırmaq üçün mətndən arqumentlər təqdim etsinlər. Bu, müxtəlif şəkildə aparıla bilər. Ekranda gördüyünüz qrafik orqanayzeri doldurmaqla və ya sadəcə qeydiyyat aparmaqla. Qeyd edək ki, bu üsul bədii mətnlər üzərində iş aparmaq üçün də səmərəlidir. Mətnin hissə-hissə oxunması. Şagirdlər bilməlidirlər ki, həm bədii, həm də qeyri-bədii mətnləri oxuyarkən arada fasilə etmək, oxuduqlarını təhlil etmək, nəticə çıxartmaq və sonra davam etdirmək lazımdır. Şəkillər, diaqramlar, qrafiklə verilmiş informasiyanın oxunması. Qeyri-bədii mətnlərdə informasiyanı daha çox vizuallaşdırmağa çalışırlar. Şagirdlərə verbal və qeyri-verbal informasiyanı uyğunlaşdırmaq, qeyri-verbal şəkildə verilmiş informasiyanı oxumağı öyrətmək lazımdır. Və lüğət ehtiyatı. Qeyri-bədii mətnlərin dilinin anlaşılması üçün şagirdlərin müəyyən terminoloji biliyə malik olmaları lazımdır. Ona görə də şagirdlərə verilən qeyri-bədii mətnlər onların bilik səviyyələrinə uyğun olmalıdır. Həmçinin elmi publisistik dildə verilən informasiyanı anlamaq üçün sözlərin kontekstə uyğun mənasını müəyyənləşdirmək bacarığı üzərində də çalışmaq lazımdır. Ümumiyyətlə, şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, onları hər iki mətn tipi ilə tanış etməkdə məqsəd, gələcəkdə müxtəlif tipli mətnləri oxuyub anlamaqdan başqa, həm də bu tip mətnlərin şagirdlər tərəfindən yazılmasını öyrətməkdən ibarətdir. Şagirdlər mətn tərtib edərkən onları müşahidə edən şəkillərin də mətnin tipinə uyğun şəkildə seçməli olduqlarını bilməlidirlər. Hətta kitabların cildinə baxanda illüstrasiyadan kitabın bədii yoxsa qeyri-bədii olduğunu anlamağı bacarmalıdırlar. Belə ki, bədii mətnlər üzərində daha çox simvolik və obrazlı şəkillər, qeyri-bədii mətnlərin üzərində isə real şəkillər, diaqramlar, qrafiklər, cədvəllər çəkilə bilər. Əziz müəllimlər, gördüyünüz kimi məktəbdə şagirdlərə verdiyimiz müxtəlif informasiyalar, onlarda formalaşdırdığımız və inkişaf etdirdiyimiz müxtəlif bacarıqlar hamısı həyati bacarıqlar olmalı və onların həyatda nəyisə qazanmalarına səbəb olmalıdır. Gəlin şagirdlərimizi gələcək həyatlarına uğurla hazırlayaq. Təşəkkür edirik.